44 günlük Vətən müharibəsi Azərbaycan tarixində həm dərd, həm də qürur zirvəsi oldu. Minlərlə igidimiz canını torpaq uğrunda fəda etdi. Şəhidlərimizin hər biri bir ocağın nurudur. Bir ananın göz yaşında yaşadı, bir evladın qəlbində böyüdü. Amma bu zəfər yolunun yalnız şəhidlər deyil, qazilər də yazdı. Döyüşdə yaralanmış, amma ruhunu heç vaxt itirməmiş igidlərimiz bu xalqın gücünü və birliyini nümayiş etdirdi. Bu qəhrəmanlardan biri də Ağayev Vasif Asifoğludur. O 1991-ci ildə Gəncədə doğulub. 2009-cu ildə hərbi xidmətə başlayıb. Əskərliyində kəşfiyyatçı, radiotelefonçu və pulemyotçu kimi vəzifələrdə xidmət edib. Hərbi xidmət arzusu Vasifin uşaqlıqdan gələn arzusu idi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Vasif könüllü olaraq döyüşlərə qatıldı. Xocavənddə gedən döyüşlərdə zərbə dalğasına düşərək beyin sirkələnməsi aldı. Amma ruhunu heç vaxt itirmədi. 44 günlük Vətən müharibəsi noyabrın 8-də Azərbaycanın qələbəsi ilə sona çatdı. Vasif Cəbrayıl rayonunda xidmətini davam etdirərək dekabrın 26-sında evinə qayıdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ağayev Vasif Asifoğlu Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. 44 günlük müharibə qəhrəmanlarımızın fədakarlığını, xalqımızın birliyini və gücünü əbədiləşdirdi. Vasif kimi oğullar bu zəfərin simvoludur. Hər tərəfi, hər yanı abad oldu. Ağayev Vasifdən idim söhbəti, qazilərin var hər yerdə hörməti. Gəncəmizdə doğuldu Qazi Vasif, vətənpərvər olurdu Qazi Vasif. Şuşanın qırmızı bazarını vururdu, düşmanının şah damarını vururdu. Füzulidə, Cəbrayılda döyüşdü, Xocavənddə yaman pusquya düşdü. Amma düşmədi əlindən avtomat, düşman ondan həmişə edir ehtiyat. Cəsarətli qardaşımızdır Vasif, sədaqətli qardaşımızdır.